təsir edə bilər bu Amerikadakı xaos? Kamran bəy, o gözəl dediniz, o insanlar Fransanın, Avropanın maarifçi babalarının fikirlərini, ideyalarını, kitablarını oxudu və sırf o Jean-Jacques Rousseau-nun, Montesquieu-nun dövlət fəlsəfəsini Amerikada qurdu. Doğru, tamamilə doğrudur. Azadlıq bilirsiniz heykəlində fransızlar bağışlayıblar, elə o ideyalar daşıdılar. Amerika Birləşmiş Ştatları həqiqətən də örnək bir yer olub, bir dövlət olub. Yəni inkişaf, demokratiya, ədalət baxımından. Başqa xarici baxandan kimi alıb, o başqa şey. Biz sizlə keçən dəfə də verilişlərimizdə zaman-zaman müzakirə edirik. Lider yoxdur dünyada. Və bu gün də Amerika Birləşmiş Ştatlarında adını çəkdiniz Reagan, Kennedy, nə bilim Truman kimi, nə bilim Eisenhower kimi, Roosevelt yoxdur bir. Demokratlar görürsünüz nə gündədir. Bir liderləri yox, indinin özündədir. Bu cür biabırçılıqdan istifadə edə bilmirlər. Demək ki, partiya ölüb. Respublikaçılar, militarist təfəkkürlü olub respublikaçılar və s. o da bir qalıb Trumpın əlində. Gör ki, yəni Trumpın demək olar ki, hər şeydə adı çıxıb, bütün pis şeylərdə adı çıxıb, amma Amerika Birləşmiş Ştatlarının bir prezidentidir və seçilib də. Bir başqa efirdə də demişdim mən, elə siz də demişdiniz, bu adamın Maskdan çox gedəcəyi bilinmir ki. Vaxt nəticə gördünüz, bir-birinə çirkin, iftiralar, o Epstein, o yanında falan. Pedofil adlandırırdı. Bəli ki, sənin orada adın var falan və o döyülməyə də olub. Gözünün altında belə boş şey. Bəli, deyilənə görə... Yəni, tamaşaçılar doğru başa düşməzlər. Elon Musk'ın döyülməsi. Bəli, Elon Musk deyilənə görə maliyyə nazirini də vurub, itələyib, Trump'ın oğlu cavab qaytarıb. Yəni, çox biabırçı oldu. Çünki biz sizlə keçən dəfə nə dedik? Yəni, bizi orada da baxıram, keçən dəfə rəylə yazanlara da təşəkkür edirəm. Tənqid eləmək olan niyə olmur? Bunun harası debatı oldu? Qardaş, debatdır da. Kamran Həsənli ilə biz Teymur otururlar, küçük mühadəsə, razılaşın, inağaraq döyək bir-birimizi, söyək bir-birimizi ki, mən də dedim, sizə təsdiq edilsin ki, Elon Musk dedi ki, sən bu Çinə bu qədər vergi niyə qoyursun? Bax, gördünüz, onun bir patladı orada. Amma gördünüz, mənə elə gəlir ki, sualınıza belə bir cavab vermək istəyirəm, bilmirəm nə qədərə qəbul edəcəksiniz. Muskla və Trump arasında bir iç müharibə başlayıb. Sən dedim, mənim sahəmdə seçilmişsən, prezident olmuşsan, yaşayıb görəcəyik. Hətta Musk'ın partiya qurması da belə bir adlandır. Amma Amerika Birləşmiş Ştatlarında nə müharibəni dayandırdı? Qreenlandiya düz buyurursunuz. Yaxın Şərq, dünən Netanyahu ilə geri xəbərdarlıq eləyib. Daxildəki problemlərin birisi budur. Bu miqrant məsələsidir. O ərazilərdə həmin o bunt olan əsgər yeridib. Özü deyilənə görə Trump konstitusiyasını da bu səlahiyyətlərində aşıb. Ora Los Angeles qubernatorunun ixtiyarı var. Bilirsiniz Kamran bəy, Amerika biraz qəliz dövlətdir, sistemi də bunu oxumaq üçün aylar, illər onun sisteminə baxmaq lazım. Yəni hər ştatın bir qanunu var. Siz məndən də yaxşı bilirsiniz, bilirəm, yaxınlarınız orada qalıb. Bu ştatın sürücülük vəsiqəsində nə bilim New Yorkda sürə. Belə qəribə bir dövlətdir. Hər ştat bir dövlətdir. Bəli, hər ştat bir dövlətdir. Burada svetoforun yanında dura bilərsən, o bir ştatda dura bilməzsən. Nəsə, ona görə də bu qanunu pozub. Ora Milli Qvardiyanın əsgərlərini göndərib. Ki, gedin bu, belə deyək, sakin, yəni oranı yatışı. Oradakı insanların bir çox problemləri var. Amma orada miqrantlara qarşı ədalətsizliyin, ora ən çox da belə deyək, Latin Amerikası kökənli insanların yaşadığı bir ərazidir. Qanunsuz, icazəsiz götürüb aparırsınız, ora demək, deportasiya edirsiniz. Mən bu yaxınlarda yoxdur, bir statistika oxudum, ümumiyyətlə Amerika haqqında. Bir hörmətli müəllim, professor da deyirdi ki, onu ki, Amerikanın Teymur, universitet sistemi yaxşıdır, orta məktəb sistemi bəlkə bizdən də betərdir. Həqiqətən də eləyirmiş. Yəni bizdən betər ola bilməz, amma bizdə laf betərdir ki, yəni baltanı dibindən vurur. Müəllim durmuşdu o gün baxdı, parmağını belə uzatdı, qızılları verdilər, tapdı, elədi, hamı da valideynlər. Ona görə də mən keçən dəfə də biz sizlə gəlmirəm məsələyə, vicdan itib deyir. Demirəm vicdansız mı, amma itib. İndi də deyirlər nə var? Deyir, utandığımdan götürdük. Amma universitet müəllimləri qəpik quruş alır. Utandığımdan barmağımı uzatmır. Bəli, nətər qırızdır. Amma universitet barmaq uzatmaq utanmır, amma utandığından barmağımı uzatmır. Kamran bəy, Azərbaycanın orta məktəbləri bərbad günündədir. Universitetlər də, universitet müəllimlərinə də qəpik quruş verirlər. Amma bizdən də belə. Amma
orta belə ümumi Amerika qitəsinin təhsil səviyyəsi, insanların intellektual dünya görüşü bərbaddır. Bərbad ki, Trumpı seçiblər. Bəli. Amerika qitəsinin və o cümlədən də Amerikanın mı? Hə, bunun səbəbləri budur ki, təhsil pulludur, bahadır. Nə bilim, biri deyir, dünya vecinə deyil, adam öz ölkəsində olur. Yəni, ona görə də Amerika Birləşmiş Ştatlarının ümumi olaraq daxilində həmişə belə problemlər olub. Amma və lakin Trump gələndən sonra, yəni Trumpın seçilməsini bilsən bir dəfə, bu Kamala Harris demokratların pandemiya və uğursuz bir namizəd olduğuna görə və bugün Elon Musk peşmandır. Elon Musk demokrat olub. Elon Musk həmişə demokratları maliyyələşdirib bəli varlar. Oğlunu nə bilim kimsə nə edibsə bunun demokrata, nə bilim respublikasıya. Amma o nə demokrat, nə respublikacı. O hardan pulu qoyur, oradan necə pul götürəcəyim fikirləşirlər. İndi deyib bütün Twitter ilə X platformasında aldığını, yazdıqlarını Trump haqqında qorxusundan silib. Deyib sənə subutlar silib verim, o subutlu pulları alacaq. Ümumiyyətlə Trumpın X platformasını, yəni keçmiş Twitter alması müəmmalıdır. Onu niyə alır? Və alandan sonra X platformasını qoyur və o X platformasında həqiqətən də reytinqini hörmətli savaşır. Qısası, mən... Twitter'ı aldım, bəli, aldım. Razıyımsın. Los Angelesdə və Amerikanın daxilində olan problemlərdə həm Elon Musk və Trump bir savaşı kimi görmək olar və bir də Trumpın uğursuz, popülist, miqrantlara qarşı və digərlərə qarşı atdığı addımların nəticəsidir. Deutsche Welle deyək də Rus dilinin xidmətinə hər gün baxır. Deutsche Welle. Orada Trumpa səs verən ştatlar belə bugün narazıdır. Şəhərlər belə narazıdır. Yenə deyirik, o uğursuz Biden'ın, uğursuz Kamala Harris'in seçilməsinə görə Məncə Obama da uğursuzların elə başındadır. Bəli, Obama... Amerikan uğursuzluğu elə Obama'dan başlayır. Mənim bir tələbəm vardı, qız idi. Obama'nın fanatı idi, onun kitablarını oxuyurdu və dərsdə də mənim siyasi kommunikasiya sizin təşəkkür edən bir reklam elədiyiniz, dəstək olduğunuz kitabın lideri idi. Orada hərə bir lideri çıxırdı, inandırırdı. O da Obama'nı danışdı. Danışdı dedim, amma qədizcə, bəs Obama səhiyyəni düzəldənməlidir, sığorta problemləri var. Obama bugün Rus-Ukrayna müharibəsində bahislərarından biridir. Razıyam, 100%. Popülistdir. Mənim Obama ilə işim yoxdur. Bəlkə Obama'nın da günahı, bəlkə Obama'nın yerində də mən olsam. İndi baxırlar, deyirlər, Putini tənqid edirsiniz, onu biz heç kimi tənqid edin. Buradan mən demirəm Obama əlinə al, amma bugün Obama qaçdı. Obama elə bir ki, Münhen kimi də Hitlerin qabağından qaçdılar. İkinci Dünya müharibəsi baş verdi. İndi də Obama administrasiyası qaçdı, sanksiyalar paketinə oturdu. Nəticə etibarilə Rusiya-Ukrayna müharibəsi gəldi, çıxdı və bu gün də o gözəl dediniz, Vladimir Putin Trump'ı belə deyək ələ salıb. Bir şey deyim ki, Obama barədə fikrinizi yadınızda saxlayın. Elon Musk Trump savaşı, qorx ki, Elon Musk Trump demokratlara qayıtdı, dəstək oldu. Bu əqidə söhbəti var, pullu məsələsi var. Bir də daxildə Trump'ın uğursuz addımları. Kəməran bəy, bir dənə də bir şey deyim, fikrinizi bildirim. O Trump'a hansı əl-gülləni atdı, o əli ilə belə şairlərdə qan. Bax, o da Trump'ın seçilməyinə böyük dəstək oldu. Məncə özü oyunları idi. Sui-qəsd. Yoxsa Kamala xanım bəlkə də seçiləcəkdi. Amma o sui-qəsd işi dəyişdi. O Amerikada seçkilərin taleyini dəyişdi. Amma ümumi götürəndə nə Amerika Birləşmiş Ştatlarında, nə dünyada lider yoxdur.